Salam əziz şagirdlər, ümid edirəm ki, yaxşısınız. Bu dəfə dördüncülərimizi nəzərə alıb, balacalarımız üçün video çəkəcəm. Dördüncü sinif qaydalarından həm də testlərinə baxacaq. Frazeoloji birləşmələr mövzusu çıxdı qarşımıza. Gəlin elə ondan başlayaq. Frazeoloji birləşmə nədir? Frazeoloji birləşmənin nə olduğunu bilmək üçün əvvəlcə sözün məcazi mənasını xatırlayaq. Söz tələffüz edilərkən ağla gələn ilk məna onun həqiqi mənasıdır. Sonradan qazandığı mənaya isə məcazi məna deyirlər. Məsələn, uşaqlar, deyək ki, şirin çörək. Çörək həqiqətən şirin ola bilər, düzdür? Demək, bu həqiqi mənasıdır. Amma şirin söhbət, bu isə məcazi mənadır. Ancaq bu frazeoloji birləşmə deyil, hələ biz sözün həqiqi məcazi mənasını və həqiqi mənasını aydınlaşdırmağa çalışırıq. Frazeoloji birləşmələr bir neçə sözün öz mənasını itirib, bir dənə məcazi məna verməsidir. Yəni, bəzən deyir sözlər birləşərək öz ilkin mənalarını itirir və birlikdə yeni, vahid məna ifadə etmiş olur. Belə söz birləşmələri frazeoloji birləşmələr adlanır və bunlar bizim dilimizdə hazır şəkildə olur. Yəni, biz özümüzdə məcazi mənalı hər hansısa bir birləşmə yarada bilərik. Amma frazeoloji birləşmələri yarada bilmərik. Çünki onlar bizim dilimizdə hazırdılar, sabit birləşmələrdir. Sabit sözünün mənası dəyişməz deməkdir. Yəni, bunların biz tərəflərinə müdaxilə edib heç bir söz dəyişib, çıxarıb əlavə edə bilmərik. Məsələn, qanı qaralmaq. Qanı qaralmaq bikef olmaq deməkdir. Söz vermək, kiməsə söz vermək, vəd verməkdir və yaxud çıxış üçün, danışıq üçün söz vermək. Görürsünüz, heç kim özündən belə bir ifadəni, birləşməni yarada bilməz. Frazeoloji birləşmənin əksəriyyətini bir sözlə əvəz etmək olur. Məsələn, dilini saxlamaq, susmaq, xoşu gəlmək, bəyənmək. Gəlirik burada tapşırıqlarımıza. Mən bunu göstərəndə siz də özünüz üçün tapşırığa baxın və etməyə çalışın. Frazeoloji birləşmələri seçək. Deməli, frazeoloji birləşmələr müxtəlif həqiqi mənalı sözlərin birləşib bir dənə məcazi məna verməsidir və onlar dilimizdə hazır şəkildə olur. Onların əsas aslı tərəfi olmur. Bir suala cavab verirlər. Adətən bir sözlə də biz onların izah edə bilirik. Məsələn, işə düşmək. İşə düşmək, iş və düşmək ayrı-ayrı həqiqi mənalı sözlərdir. Amma işə düşmək birləşdi, bir yerdə məcazi məna ifadə etdi. Nə mənası ifadə etdi? İşə düşmək çətinliklə üzləşmək. Və yaxud maşın işə düşdü, maşın hərəkətə başladı deyəni deyir, maşın işə düşdü. Görürsünüz, deməli bunu götürə bilərik. Paltar almaq. Paltar almaq həqiqətən paltarı almaq olar. Deməli, bu frazeoloji birləşmə deyil. Ev tikmək olar. Frazeoloji deyil. Amma üz vermək. Üz verməyin mənası nədir uşaqlar? Frazeoloji birləşmədir və kiməsə deyir ki, yaxına buraxdım, onu çox yaxınıma buraxdım, mən ondan səmimi münasibət qurdum, yəni ona üz verdim. Bir bu. Bir də deyirəm ki, hansısa bir hadisə üz verdi, yəni baş verdi. Burada da üz vermək o mənada işlənəcək. Yəni iki dənə məcazi mənası var. Bu da frazeoloji birləşmədir. Başa vurmaq da frazeoloji birləşmədir. Həm də bu həqiqi mənalı birləşmə də ola bilər. Başa vurmağın məcazi mənası nədir? Bir işi başa vurmaq, bitirmək, yekunlaşdırmaq. Bir də elədiyin yaxşılığı kiməsə deyirsən ki, mən bunu sənə eləmişdim. Bax, buna başa vurmaq, qaxınc etmək deyirlər. Biri də budur. Yerə düşmək, məsələn, top yerə düşdü. Bu həqiqi birləşmədir. Məsələn, amma sözüm yerə düşdü də deyə bilərəm. Məsələn, sözüm yerə düşdü. Məni saymadılar. Bu mənada da ola bilər. Bu mənası var deyə götürə bilərəm. Cana gəlmək uşağa iki mənası var. İki dənə məcazi mənası var. Cana gəlmək bir bezmək, bir də cana gəlmək kökəlmək mənasında işlənir. Məsələn, deyir, quzular ətə cana gəldilər, kökəldilər. Bunu götürəcəyik. Çay içmək, xeyr, bu həqiqi mənada. Acığı tutmaq frazeoloji birləşmədir. Mənası da əsəbiləşməkdir. Səs eşitmək, həqiqətən səsi eşidə bilərik. Deməli, uşaqlar, frazeoloji birləşmələrimiz ayrı-ayrı həqiqi mənalı sözlərin birləşib
bir dənə məcazi mənanı ifadə etməsidir və bunlar frazeoloji birləşmələrin digər adı uşaqlar sabit söz birləşmələridir. Sabit nəyə görə sabitdir? Dəyişməzdir. Artıq onlar dilimizdə hazır şəkildə olurlar. Yəni heç kim özündən frazeoloji yarada bilməz. Əsasən çoxluğu bir dənə sözlə ifadə edə bilirik. Məsələn, cana gəlmək, kökəlmək, cana gəlmək, bezmək, acığı tutmaq, əsəbiləşmək və s. Və bir sualla cavab verilir, cümlə üzvü kimi də bir təhlil edirik. Məsələn, deyək ki, maşın işə düşdü. Maşın işə düşdü, mən düşdüyünü ayrı xəbər, işə ayrı götürə bilmərəm. İşə düşdü xəbər, nə? Maşın. Deməli, frazeoloji birləşmələri biz bir cümlə üzvü kimi təhlil edəcəyik. Hər məcazi mənalı birləşmədə uşaqlar frazeoloji deyil. Niyə? Frazeoloji birləşmənin biz tərəflərindən söz artırıb çıxara bilmirik, amma şirin söhbət məcazi mənalıdır. Mən söhbət əvəzinə şirin nağıl deyə bilərəm. Şirin münasibət deyə bilərəm. Şirin səsi var. Dəyişə bilirəm. Görürsüz, deməli, hər məcazi mənalı ifadə frazeoloji birləşmə deyil. Ümid edirəm ki, bu sizin üçün faydalı olacaq.